Bir dənə də maraqlı sualım olacaq. Buyur. Sualım ondan ibarətdir ki, hər bir yerdə özümüz də bir-birimizə deyirik, eşidirik, bu millət düzələn deyil. Bu söz nə qədər doğrudur? Buna necə fikir bildirə bilərsən millətlə bağlı? Təşəkkür edirəm. Bu da çox aktual məsələdir. Açığı mən demirəm o sözü və o sözdən də heç xoşum gəlmir və deyənləri də tez-tez deyirəm ki, bu sözdən istifadə eləməyin. Siz heç eşitmisiniz Azərbaycanda kimsə desin ki, mən düzələn deyiləm və yaxud da mənim atam düzələn deyil. Mənim anam düzələn deyil, bacım, qardaşım, mənim qonşum düzələn deyil. Elə hər kəs deyir ki, bu millət düzələn deyil. Sanki bu sözü deyən adamın özü düzəlib, qalıb millət. Əslində bizim millət çox intellektual, çox savadlı, çox ağıllı millətdir. Sadəcə institutlaşmamış millətdir. O institutlaşmamağın da səbəbi özü deyil, illərdə aparılan siyasətdir. Azərbaycan fərd olaraq hər yerdə uğur qazanır. Fikir verin, şahmatda olsun, güləşdə olsun, digər idman növlərində olsun, riyaziyyat olimpiadalarında olsun və s. və ilə axır. Amma birlik gələndə, bərabərlik gələndə bunun yeganə örnəyini göstərə bilərik Qarabağ müharibəsində. O da nəyə görə oldu? Artıq 30 ildə insanlar hər gün eyni söz eşidirdi və hamının amalı bir idi və gördünüz orada birlik oldu və uğur oldu. Birlik olmasaydı orada da uğur olmayacaqdı. Ona görə kimsə deyirsə ki, bizim millət düzələn deyil. Elə buradan da onlara mesajım odur ki, getsinlər evə, öz valideynlərinə mi, həyat yoldaşlarına mı, övladlarına mı birinci desin ki, sən düzələn deyilsən. Amma hamı evində nə deyir? Ailəsi ilə, yoldaşı ilə, uşağı ilə, atası ilə, anası ilə danışanda nə deyir? Gözəl sözlərdən istifadə etməyə çalışır, düzdür deyil. Elə hər kəs öz evindən başlasın, əgər düzəltməyə çalışırsa və birinci özündən başlasın ki, mən vətəndaş olaraq nəyəm, nə etməliyəm, hardan gəlmişik, hara gedirik. Bunu həqiqətən də həyatlarına tətbiq eləsələr, o sözü artıq istifadə eləməyəcəklər. Və o söz həqiqətən də xalqımızın, millətimizin gələcəyinə ziyan vuran sözdür və hamını o sözdən çəkinməyə dəvət edirəm.